Sağlam bədəndən daha vacib olan nədir? Bəzən insanlar xəstə deyirlər, amma sağlam da deyirlər. Sizin üçün sağlamlıq nədir? Analizlərdəki normalar, yoxsa daxili rahatlıq? Mənim fikrimcə ən birinci aydınlaşdırmalıyıq ki, sağlamlıq nədir? Əgər bilsək ki, sağlamlıq nədir, onda biləcəyik ki, sağlam bədən nədir, yaxud da ki, sağlam başqa bir şey nədir? Valiologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri olaraq bir valiolog kimi mən deyirəm. Valiologiya sağlamlıq haqqında elmdir. Deməli, bizim elmimizin predmeti sağlamlıqdır. Sağlamlıq nədir? Belə bir gözəl tərif var, mən ondan razıyam. Sağlamlıq şəxsiyyətin fiziki, psixoloji və sosial rifahıdır. Deməli, əgər insanda tək fiziksal hansısa bir narahatçılıq yoxdursa, bu demək deyil ki, hələ o sağlamdır. Onun psixoloji narahatçılığı ola bilər. Yaxud da ki, fiziki və psixoloji narahatçılığı yoxdursa, amma ictimai narahatçılığı varsa, deməli, yenə də o sağlam deyil. Sağlamlıq şəxsiyyətin hər tərəfli, ahəngli inkişafıdır. Yəni, həm fiziki, həm psixoloji, həm də ictimai rifahıdır.